ait bir suala baxalım. Bu cür suallar düşür. Tutaq ki, misal üçün S6 bərabərdə 14 verib. S14'ü də verib 6. Görürsünüz, bir-birinin indeksi ilə qiyməti fərqlidir. Misal yazaq, misal. Olarsa S6 üstəgəl 14, yəni S20 bərabərdir mənfi 14 üstəgəl 6-ya, yəni mənfi 20-yə. Elə bu, yəni indeksin mənfi qiymətinə bərabərdir. Sonra ədədi silsilədə belə bir düstur var. Bu düsturdan işlənir. S-in bərabərdir 1 bölünsün A üstəgəlinsin 2 bölünsün A kvadratı plus 3 bölünsün A kubu və s. toplama. Bunlar toplamadır. Və n bölünsün A üstü n olarsa bərabərdir. Bu olacaq ki, A bölünsün n minus 1'in kvadratı. Belə olacaq. Qısa olaraq bunların cəmi, elə bir ki, surətdəki ədədlə məxrəcdəki A-nın qüvvəti 1'dir. Baxın, ədədlə A-nın qüvvəti, ədəd A-nın qüvvəti hamısı 1 olarsa. Tutaq ki, buna ait bir misala baxsaq biz. Məsələ üçün, S bərabərdir verib bizə 6'da 1, üstəgəl 36'da 1, üstəgəl 2, daha doğrusu 36'da 2, üstəgəl 216'da 3 və s. n bölünsün 6 üstü n. Olarsa deyir, S-i tap. S-i tap. Cəmi tap deyək. Cəmi tap deyir. Onda mən yaza bilərəm ki, S bərabərdir 6 bölünsün. N'imiz nədir? 6. 6 minus 1'in kvadratı. O da bərabərdir 6 bölünsün. Bu 5 eli 5'in kvadratı da 25 olacaq. 25.